Salam əziz şagirdlər, bugün 2026-cı il 25 yanvar tarixində keçirilmiş OTK sınavının izahını verəcəm. Başlayaq birinci sualdan. Birinci sualda deyilir ki, 1, 2, 3, 4, 6, 9 sırasının moda və medianının həndəsi ortasını tapın. Biz modanın nə olduğunu bilirdik. Moda ən çox təkrarlanan ədəd idi. Baxıram ki, bu sırada ən çox təkrarlanan ədəd 9-dur. Yəni, bu sıranın modası 9-dur. Median isə artan sırayla düzürdük. Hər tərəfdən bərabər sayda silirdik. Ortada qalan olurdu bizim nəyimiz? Medianımız. Medianımız isə 4-dür. Median 4-dür. Bizdən həndəsi ortanı istəyir. Həndəsi orta kök altında bunların hasili olmalıdır. Yəni, kökdə 36. Buradan da cavab çıxacaq 6. Yəni, birinci sualın cavabı C variantı. Keçək ikinci suala, 32 nömrəli suala. ABCD paraleloqramının təpə nöqtələrinin koordinatları verilib. A-nın koordinatı 2, -2-dir. B-nin koordinatı -4, 6-dır. C-nin koordinatı isə -1, 3-dür. D-nin koordinatı isə AB-dir. Bizdən AB cəmini istəyir. Uşaqlar, burada ən asan qayda diagonallar vasitəsilə yazmaqdır. Gəlin AC diagonalını tapaq. AC diagonalının orta nöqtəsi ilə BD diagonalının orta nöqtəsi eyni nöqtəyə təsadüf eləyəcəkdir. Çünki onların diagonalları kəsişirdi və kəsişmə nöqtəsində yarıya bölünürdü. AC-nin uzunluğu, AC-nin orta nöqtəsini tapmalıyıq. Bunun üçün nə edəcəm? AC-nin orta nöqtəsini tapmaq üçün 2 ilə -1-i toplayıb böləcəm 2-yə, -2 ilə də 3-ü toplayıb böləcəm 2-yə. Və bu bərabər olmalıdır BD-nin orta nöqtəsinin koordinatlarına. Yəni, bu şəkildə yazdım. Biraz riyazi cəhətdən düzgün olmaya bilər. -4 üzərinə gəlsin A bölünsün 2 və 6 üzərinə gəlsin B bölünsün 2 şəklində. Bitdi, getdi. Yəni, bunu yazsaq, hesablasaq, olur 2-də 1 bərabər olmalıdır. -4 üzərinə gəlsin A böl 2-yə. 2-lər getdi. A-mız bərabərdir 5-ə. Burada isə yenə də 2-də 1 bərabər olmalıdır buna. Yəni, 6 üstə gəl B bölünsün 2-yə. Müxtəlif üsullarla yaza bilərsiniz. Qrafik çəkməklə də yaza bilərsiniz. B-mizi də tapacam -5. Məndən bunların cəmini istəyirdi. A ilə B-nin cəmi 5 ilə -5-in cəmi əlbəttə ki, bizə verəcəkdir 0. Cavab D variantı. Keçək növbəti suala. Növbəti sualımız 33 nömrəli sualdır. Görək 33-də bizə nə deyilir? 33 nömrəli sualda bizə deyilir. ABC üçbucağı verilib. Gəlin bir üçbucaq çəkək. ABC üçbucağı verilib. Bura A-dır, bura B-dir, bura bir C-dir. Belə bir BD çəkilib. Belə bir BD çəkilib. Gəlin çəkək. BD-ni, buradan da bir DY çəkilib. DY çəkilib. Lap yaxşı. Deyir ki, bu tən böləndir. O zaman bura bir alfadırsa, burada bir alfadır. Və BY-nin uzunluğunu bizə 3 verib, YC-nin uzunluğunu bizə 6 verib. Buradan AB-nin də DY-yə paralel olduğunu verib. Bu çox önəmlidir. AB-nin DY-yə paralel olduğunu veribsə, biz oxşarlığa getmə ehtimalımız çox yüksəkdir. Əgər paraleldirsə, bura bir alfadırsa, bu bucaqda bir alfadır. Lap yaxşı. Onda alırıq ki, bizim bu üçbucağımız bərabər yanlı üçbucaqdır. Necə üçbucaqdır? Bərabər yanlıdır. Yəni, BDY bərabər yanlıdır. O zaman burada 3-dür. Aha. Artıq oxşarlığa gedə bilərəm. Üçbucaq CDY oxşardır. Üçbucaq nəyə? CAB-yə. Yəni, oxşardırlar. O zaman belə bir nisbət yazaram da. Belə bir nisbət yazaram. Uşaqlar, bura 2 alfa olduğu üçün bu hissədə 2 alfadır.
Məsələn, bura bir desəm ki, bir qammadır. Bu hissədə qammadır. Səbəb onların, belə deyək, AB və DY-nin paralel olmasıdır. O zaman belə bir şey yazaram. YC-nin BC-yə nisbəti YD-nin AB-yə nisbətinə bərabər olmalıdır. Yəni 6-nın 9-a nisbəti 3-ün də bir x-a nisbətinə bərabər olmalıdır. O zaman belə yazarıq. 6 vurulsun x bərabərdir 27-yə. X də bərabərdir 27 bölünsün 6. Bu da eləyəcək 4,5. 4,5. Bəli, cavab A variantı. 4,5. Bitdi, getdi. İndi keçək növbətiyə. Görək növbətdə nə deyilir. Növbətdə deyilir. 34 nömrəli sual trigonometrik tənliklər mövzusuna aiddir. Gəlin baxaq. 2 sinus kvadratı x böl 2 bərabərdir 1-ə. Gəlin sinus kvadratı x böl 2-ni 1 bölünsün 2 şəklində yazaq. Sonra isə biz sinus 2x böl 2 düsturundan hansı düstura gedərdik? Buna biz dərəcə azaltma düsturu deyirdik. Və ya yarım arqument 1 bölünsün kosinus x bölünsün 2-yə gedərdik. O zaman gedək. 1 bölünsün kosinus x bölünsün 2 bərabərdir 2-də 1-ə. 2-ləri hər tərəfdən ixtisar eləyək. O zaman olacaq belə. 1 minus kosinus x bərabərdir 1. O zaman kosinus x bərabərdir 0 olar. Kosinus da 0 nə vaxt alırdı? X bərabərdir pi bölü 2 üzərinə gəlinsin pi k-dan. Yəni, var mı belə bir cavab? Pi bölü 2 üzərinə gəl pi k. K da daxildir nəyə? Əlbəttə ki, z-ə. A variantı. Bu da oldu mənim cavabım. Keçək növbəti suala, 35 nömrəli sualda görək nə deyilir. 35 nömrəli sualda deyilir ki, ABC bir düzbucaqlı üçbucaqdır. Gəlin bir düşünək ki, bu bir düzbucaqlı üçbucaqdır. A deyək, B deyək, burada bir C deyək. O halda bu bir düzbucaqlı üçbucaqdır. Buradan bir CM medianı çəkilib. CM medianı, pis alındı bu. Bir CM medianı çəkilib. CM. Deməli, düzbucaqlı üçbucaqda bucaq B-ni 40 dərəcə verib. Bucaq B-ni 40 dərəcə veribsə, avtomatik bilirəm ki, bura bir 50 dərəcədir. Aha, lap yaxşı. Onda CM mediandırsa, əlbəttə ki, məsələn, bura bir x-dırsa, burada bir x-dir, burada bir x-dir. Düzbucaqlı üçbucaqda biz belə bir qayda bilirdik ki, hipotenuza çəkilən median hipotenuzun yarısı olurdu. Onda belə çıxır ki, məndən hansı bucağı istəyir? AMC bucağını. Onda belə çıxır ki, bu tərəflə bu tərəf bir-birinə bərabərdirsə, bu bucaqlar da bərabərdir. Yəni 50-dirsə, burada bir 50-dir. Onda AMC-ni istəyir. AMC də 80 dərəcədir. Yəni cavab C variantı. Keçək növbəti suala. 36 nömrəli sual. Görək 36 nömrəli sualda nə deyilir? 36 nömrəli sualda deyilir ki, y bərabərdir kök altında 3 üzərinə gəlsin 1 üstündə x funksiyasının qrafiki. Üslü funksiyadır. Əsas 1-dən böyükdür. Yəni həmişə artan funksiyadır. Və qrafiki əlbəttə ki, necə olacaq? Aydın məsələdir ki, bunun qrafiki həmişə, belə deyək, artan funksiya olduğu üçün B variantı olacaq. Üslü funksiyanın qrafiki. Yəni bu şəkildə. Artan funksiya olduğu üçün bu olacaq. Mənim D niyə olmaz? D azalan funksiyanın qrafikidir. 37 nömrəli sual. 37 nömrəli suala baxaq. X deyir 1-dən kiçikdir. O halda kök altında x kvadratı minus x minus 1 üzərinə gəlsin kök altında
x kvadratı minus 4x plus 4 ifadəsini sadələşdirin. Gəlin sadələşdirək. Mən əvvəlcə yazmalıyam ki, x kvadratı minus x minus 1 üzərinə gəlinsin. Kök altında bu bir x minus 2'nin kvadratıdır. Bəli. O halda nə etməliyəm? O halda yazmalıyam ki, x kvadratı minus x minus 1 üzərinə gəlinsin. Modulda x minus 2 kvadrat kökü apardı, bu şəkildə çıxdı. Amma x 1'dən kiçik olduğu üçün mən bilirəm ki, bunun işarəsi mənfidir. Mənfidirsə x kvadratı minus x minus 1 bunu açarkən işarələrini əksinə dəyişib açmalıyım. Plus 2 minus x bu şəkildə olacaq. Yəni kök altında x kvadratı minus 2x plus 1 şəkildə olacaq. Bunun özü də kök altında x minus 1'in kvadratıdır. Burada da kvadrat kökü apardım. Modulda x minus 1 çıxdı. X 1'dən kiçik olduğu üçün bu da mənfidir. Bu da mənfi olduğuna görə mən bunu 1 minus x şəklində açmalıyım. Cavab A variantı. Yaxşı sualdır. 37. 38 nömrəli suala baxaq. 38'də mənə A-nı da verib, B-ni də. Bunların əkobunu istəyir. A-mız 2 üstündə 2 vurulsun 3 vurulsun 5'in kvadratı. B-miz isə 2 üstündə 3'ün kvadratı. Əkob istədiyi üçün nə edəcəm? Əkob istədiyi üçün ən böyük qüvvətliləri seçməliydim də. Ən böyük qüvvətliləri. Məsələn, 2 ilə 2'nin kvadratı arasından mən 2 kvadratını seçəcəm. Buradan məsələn 3 və 3'ün kvadratından 3'ün kvadratını seçəcəm. Burada isə ümumiyyətlə mən 5'in kvadratını seçməliyəm. Çünki digərində bir belə deyək, 5 yoxdur. Yazıram. 2'nin kvadratı vur. 3'ün kvadratı vur. 5'in kvadratı. Gəl bunu hesabla. 4 vur. 25. 4 vur. 9 vur 25. Bu 100 eləyər. 100 vur 9. Cavab 900. Var mı? Bəli. C variantı. Cavab 900. Bu da oldu bizim bu sualımız. Keçək növbəti sualımıza 38'den sonra görək nədir? 39 nömrəli sual. 39 nömrəli sual rasional bərabərsizliklər mövzusuna aiddir. Görək 39'da nə deyilir? 39'da deyilir. Buradan 9 çıxılsın. X bölünsün. X minus 3 böyükdür. Bərabərdir 0'dan. Mütləq x fərqlidir. 3'dən yazırıq. Məxrəc olduğu üçün. Sonra isə rasional bərabərsizlik kimi həll edəcəyik bunu. Ki, böyükdür. Bərabərdir 0'dan. Buradan mənfini çıxarsan. X minus 9, x minus 3 böyük bərabər 0'dan yazsan. Hər tərəfi mənfiyə vursan. X minus 9, x minus 3 kiçik bərabər 0'dan yazsan. Bu halda mən nə etməliydim? Əslində cavabı birbaşa da tapa bilərik. Buradan məxrəcin verdiyi kökün içini həmişə boş götürdük. Buranı isə 9 və içi dolu götürəcəyik. Bu şəkildə. Aydın məsələdir. Müsbət, mənfi, müsbət. Məndən hansı hissəni istəyir? Mənfi hissəni. Yəni 3 ilə 9 aralığını 4, 5, 6, 7, 8, 9. Məndən istədiyi ədədlər bunlardır. Bunların cəmini istəyir. Bu ikisi 10 eləyir. Bu ikisi 15 eləyir. 25. Bu da nə qədər elədi? 13 elədi. 38 bizim cavabımız. Düz gəlmədi. 10 elədi. Bir saniyə. 10 elədi. Bu ikisi 15 elədi. 25. Buradan da 5 ilə 8, 13 elədi. 38 olur axı cavabımız. Olmur. Olmurmu? Olmurmu? Gəlin bir də baxaq. Harada səhv elədik? 9 çıx x, x minus 3 böyük bərabər 0'dan. X minus 9. Mənfini çıxardım qarşıya. X minus 3 kiçik bərabər 0'dan. 3 ilə 9 arası.
3 ilə 9 arası. Bir yanlış yoxdur. 3 ilə 9 arası. 15, 22, 30, 39 edir. Hesablama səhv edirəm. C variantı. 39. İndi keçək 40 nömrəliyə. Görək 40-da nə deyiləcək. 40-da deyir ki, belə bir trapesiya verilib. Belə bir trapesiya verilib. 40 nömrədə. Belə verilməyib. Daha doğrusu normal trapesiya verilib. Mənim çəkdiyimsə tısbağa oxşuyur. Deyə bu normal oldu. İndi deyək ki, bura A-dır, bura B-dir, bura C-dir, burada bir D-dir. Aha, buranı 3 verib, buranı 5 verib, buranı 4 kök 2, buranı da 45 dərəcə. Ən sevdiyim trapesiya hissəsi. Deyir ki, AB-miz 5-dir, BC-miz 3-dür, CD-miz 4 kök 2-dir. Bucaq deyil 45-dirsə AD-ni tapın. Lap yaxşı. İlk ağlıma gələn buradan nədir? Hündürlük çəkməkdir. Bu hündürlüyü çəkəndə burada olur nə qədər? 45 dərəcə. 45-45-dirsə 4 kök 2-dirsə məlumdur ki, burada 4-dür, burada 4-dür. Aydın məsələdir. Onda buradan da belə bir şey çəkərəm, hündürlük çəkərəm. Yəni belə bir şey dediyimiz burada 4-dür, 5-dirsə, 4-dürsə bu hissədə 3-dür. Əgər bura 3-dürsə burada 3-dür. AD-nin uzunluğu olacaq 10. AD 10-dur. Yəni A variantı. Cavab oldu 10. Keçək 41 nömrəli sual. Hələ ki normal gedir suallar. Yəni ortabab suallardır. Nə çətin, nə asan. Normaldır. Burada deyilir. X kubu üzərinə gəlsin. X kvadratı Y çıxılsın X çıxılsın Y bölünsün. X kubu çıx X. Gəlin qruplaşdırma eləyək. Bununla bunu qruplaşdıraq. Bununla da bunu qruplaşdıraq. Birincidən x kvadratını çıxardaq. Qalacaq x üzərinə gəl y. İkincidən də mənfini çıxartsaq, qalacaq x üzərinə gəl y. Mənfini çıxartsaq, qalacaq x üzərinə gəl y. Aha. Məxrəcdən nəyi çıxardaq? Məxrəcdən də x-i çıxardanda qalır nə? X kvadratı çıx 1. Gəlin surətdən x üzərinə gəl y-i çıxardaq. Qalacaq x kvadratı çıx 1 bölünsün. X vurulsun x kvadratı çıx 1. Bunlar getdi. Qaldı x üzərinə gəl y bölünsün x. Yəni D variantı. Cavab D. Bu da belə. Keçək növbətiyə. Görək növbətdə nə deyilir. 42 nömrəli sual. 42-də görək nə deyilir. X kvadratı çıxılsın, M üzərinə gəlsin 1, vurulsun, X üzərinə gəlsin 5, bərabərdir 0. Tənliyinin köklərindən biri M-dir. Uşaqlar, tutaq ki, X birim M-dir. Aparıb X birim M-dirsə, mən X-in yerinə nə qoymalıydım? Əlbəttə ki, M qoymalıydım. M-in kvadratı çıxılsın, M üstə gəl, 1 vurulsun, M üzərinə gəlsin, 5 bərabərdir 0. M-in kvadratı çıx M kvadratı çıx M üzərinə gəl 5 bərabərdir 0. M kvadratları getdi, M-in özü ilə 5 qaldı. M 5-dirsə, tənliyin kiçik kökünü tapın deyir, çox asan. Aparıb qoyuram yerinə x kvadratın minus M-in yerinə 5 qoysam, 5 üzərinə gəlsin 1 vurulsun x, üzərinə gəlsin 5 bərabərdir 0. X kvadratı minus 6x plus 5 bərabərdir 0. Aydın məsələdir də, x1-in 5-dir, Viet teoremindən yazıram, x2-in də 1-dir. Düzdürmü? 5 ilə 1, məndən kiçik kökü istəyir, Y variantı olacaq cavabımız, yəni 5, yox 1. Bu da belə. 43-ə baxaq. 43-də nə deyilir? 1 bölünsün, 0 tam dövrdə 2, dövrdə 2 üzərinə gəlinsin, 1 bölünsün, 0 tam dövrdə 5 bölünsün, 0 tam dövrdə 7. Normal bir sual, həmişəki kimi adi və onluq kəsirlərdən bir sual düşür. Bu 1 bölünsün, 9-da 2 deməkdir. Plus 1 bölünsün, 9-da 5 bölünsün, 9-da 7. Bunu da başqa cür belə yazaram. Belə yazaram. Bu əlbəttə ki, tərs çevriləcək, olacaq 2-də 9. Üzərinə gəlsin 5-də 9, vurulsun
7-də 9. Bu da bu şəkildə. Ortaq məxrəc tutanda 5-ə vuracam, 5-ə vuracam, 2-yə vuracam, 2-yə vuracam. Lap gözəl. Alınacaq 10-da 45 üzərinə gəlinsin 18 vurulsun 9/7. 45 ilə 18-in cəmi 63 eləyir. Bəli, bəli. 63/10 vur 9/7. İxtisar eləsən 1 qalacaq, 9 qalacaq. 81/10 bu da 8,1 eləyir. 8,1. Yəni cavab D variantı. Bu da belə. 43-dən sonra keçək 44 nömrəli suala. Aha, yenə də trigonometriya ilə bağlı bir sual gəldi. Görək nə deyilir. Tangens 60 dərəcə bölünsün sinus 20 dərəcə minus 1 bölünsün kosinus 20 dərəcə. Tangens 60-ın bizdə qiyməti var kök 3. Bəli, bəli, kök 3. Olacaq belə. Kök 3 bölünsün sinus 20 minus 1 bölünsün kosinus 20 dərəcə. Ortaq məxrəc tutaq. Ümumiyyətlə, misal o qədər çox işləmək lazımdır ki, kök 3 ilə 1-i görən kimi ağlınıza köməkçi arqument gəlməlidir də. Yəni, bunu həmişə öz şagirdlərimə bildirirəm. Kök 3 ilə 1-i görən kimi ağlınıza köməkçi arqument gəlməlidir. Bu şəkildə. Gəl ortaq məxrəc tutaq. Yəni, mən bunu vuracam 1 kosinus 20-yə. Bunu da vuracam sinus 20-yə. Sinus 20-yə. Bu da belə olacaq. Sinus 20 vur kosinus 20. Kosinus 20 dərəcə. Surətdə olacaq. Kök 3 kosinus 20 çıxılsın sinus 20. Topluda bu tip bir sual vardı, səhv eləmirəmsə. Səhv xatırlamıramsa. Məxrəcdə hər ehtimal üçün məxrəcdə mən artıq bir düsturu görmüşəm, o qaldı mənim cibimdə. Gəl belə eləyək, surəti 2-yə vuraq, 2-yə bölək, kök 3 böl 2, kosinus 20 dərəcə minus 1 böl 2 sinus 20 dərəcə. Yaxşı sualdır. Məxrəci də həmçinin, gəl bir dənə 2-yə vuraq, sinus 20 dərəcə vur kosinus 20 dərəcə. Məxrəci vurduğum üçün yəni surəti də bir dənə təzədən 2-yə vuraq. Niyəsini indi görəcəksiniz. Alındı. 4 vurulsun. Bura baxın. Burada düstur yaratmağa çalışıram. Burada mən yaradıram. Kök 3 böl 2 sinus neçədir? Sinus 60 dərəcə. Kosinus 20 dərəcə. Minus 2-də 1 də kosinus 60 dərəcədir. Vurulsun nə? Sinus 20 dərəcə. Lap gözəl. O halda nə edəcəm uşaqlar? Məxrəc də mənə sinus 40 dərəcəni verir. Hansı düsturdan? 2 sinus alfa düsturundan. Lap yaxşı. Onda belə eləyəcəm. 4 vurulsun. Sinus. Bu hansı düsturdur? Bu sinus alfa kosinus beta minus kosinus alfa sinus beta düsturu. Yəni sinus 60 dərəcə çıx 20 dərəcə düsturdur. Bölünsün sinus 40 dərəcə. Əslində bunlar elə gedir. Cavabım 4 qalır. 4 cavab. Cavab 4. İndi elə nəysə səhv eləməmişəm hesablama zamanı. Hər halda səhv eləmərəm. Məncə 4-dür. Aha. Bəli. Keçən növbətiyə. Gəldik 45 nömrəli sual. 45 nömrəli sual keçən il OTK-da demək olar ki, OTK sualları arasında ilk dəfə idi ki, belə bir sual istifadə olunurdu. A bərabərdir 3, 5, 6, 7, 9, 10. Deyilir ki, 2 elementli alt çoxluqları. Uşaqlar bilmirdi ki, bu 2 elementli necə yazılır? Uşaqlar 2 elementli deyəndə kombinezon neçədən element var? 1, 2, 3, 4, 5, 6. Kombinezon 6-dan 2. Kombinezon 6-dan 2-ni yəqin ki, hesablaya bilirik də. 6 faktorial bölünsün. 6 çıxılsın 2 faktorial.
vurulsun 2 faktorial. Bu da nə eləyəcək? 6 vurulsun 5 vurulsun 4 faktorial. 6 çıx 2 faktorial onsuz da 4 faktorial eləyir. Vurulsun 2 vur 1. 4 faktoriallar getdi. Bununla da bu getdi. Qaldı 3. Bu da oldu 15 dənə. Deməli bunun 2 elementli 15 dənə alt çoxluğu var. Və 3 elementli alt çoxluqlarını da istəyir. Kombinezon altdan 3. Kombinezon altdan 3-də nə eləyəcək? 6 faktorial bölünsün. 3 faktorial vur 3 faktorial. Onu da belə yazıram. 6 vurulsun 5 vurulsun 4 vurulsun 3 faktorial. İstədiyimiz yerdə saxlaya bilərdik. 3 vurulsun 2 vurulsun 1 vurulsun 3 faktorial. Bunlar da getdi. Bunlar da bununla getdi. Qaldı 20. İndi mənə nə deyir ki? Deməli 2 elementlər deyir. 3 elementlərin neçə faizini təşkil edir? 3 elementlərin 15 bölünsün 20 faizində. 20-də 15 faizini 100-ə vursaq 1 qalar, 5 qalar. 75 faizli uşaqlar 4-dən 3 hissəsi. Cavab 75. Keçək növbətiyə. Onda 45-dən sonra keçirik nəyə? 46-ya. 45-dən sonra keçirik 46-ya. Görək 46-da nə deyilir? Baxaq. 46-da deyilir ki, ABCD dördbucaqlısının xaricinə çevrə çəkirik. Gəlin bu dördbucaqlının çevrəni çəkək. Çevrəni çəkdik. Aha. Bunun bir dənə belə bir A, B, buradan da bir DC çəkirəm. Bir DC çəkirəm. Buradan bura bir AD, buradan burada bir BC. Səliqəli çəkmirəm, çox video uzun olmasın deyə. 85 dərəcə. Burada da olacaq 65 dərəcə. Burada olacaq 65 dərəcə. Bu halda nə edəcəm? Bu halda belə eləyəcəm. Məndən açıq D-ni istəyir. Onsuz da mən bilirəm ki, bucaq A üzərinə gəlsin. Xaricinə çevrə çəkilə bilirsə, bucaq A üzərinə gəl 65 dərəcə bərabərdir. Bucaq D üzərinə gəl 85 dərəcə. Açıq D-ni istəmir, lap yaxşı. Bucaq açıq, bucaq D. Asan bir sual. 85 çıx 65 dərəcə. Yəni 20 dərəcə. Cavab 20. Bu da belə. 47. Gəlin 47-yə baxaq. Loqaritm kök 2 x. Çardan da bu skoçu cırıldatmasalar heç olmaz. Loqaritma 2-dən x üzərinə gəlsin. 2 loqaritma 4-dən x. Bu da bərabərdir 32-yə. Deməli, burada nə edəcəm? Burada mənim, belə deyək də, ən yaxşı bacardığım iş var da. Loqaritm 2-nin üstündə 2-də 1 yazıram. Bu da x. Loqaritm 2-nin üstündə x. 2 loqaritm 4-ü də 2-nin üstündə 2 yazacağım. Onun üstündə x bərabərdir 32-yə. Sonra bu 2-də 1-ləri 2-ləri atıram qarşıya. 2-də 1 qarşıya 2 kimi gedir. Loqaritm 2-dən x. Üzərinə gəl loqaritm 2-dən x. Üzərinə gəl 2 vur 2-də 1 loqaritm 2-dən x. Bərabərdir 32-yə. Aha, kifayət qədər vaxt alır. Artıq 29 dəqiqədir ki, video çəkirəm. Gəlin hesablayaq. Bunlar da getdi. 2, 1, burada da 1. 4 dənə loqaritm 2-dən x bərabərdir 32-yə. Loqaritm 2-dən x bərabərdir 32 böl 4-ə, yəni 8-ə. Onda x də bərabərdir 2 üstündə 8-ə. Bu da nə eləyəcək? X də bərabərdir 2 üstündə 8-dirsə, bunu hesablamalıyım. Bir yanlışlıq eləmədim də, ümid edirəm ki. 2-də 1 qarşıya 1, 2 kimi getdi. Oradan da 2-də 1 kimi getdi. 1 qaldı, 1, 1, 2, 4. 2 üstündə 8 də eləyir 250, 256. Cavabım oldu 256. Keçək 48-ə. Görək 48-də nə deyilir? Belə bir ADS dördbucaqlısı çəkək. Çöldəklər qışqırdıqca mən də qışqırım.
ADS dörtbucaqlısı çəkək. Görək nə deyilir. Gəl çəkdikdə A'dır, D'dir, B'dir. Burada da bir C'dir. Burada bir N var. Buradan bura bir NK çəkirəm. Buradan bura bir NK çəkirəm. Sonra nə edəcəm? Buradan belə bir M qoyacam. Bundan sonra nə edirəm? MNKD kvadratları üçün ştrixlənmiş hissənin sayısı 23'dür. Ştrixlənmiş hissədə uşaqlar bu hissədir. Ştrixlənmiş hissədə bu hissədir. Aha. Deməli, burada bir ABCD də kvadratdır. MNKD də kvadratdır. Gəl deyək ki, bunun tərəfi bir AB bir A'dır, burada bir B'dir. Onda birinin sayısı olacaq A kvadrat, digərində olacaq B kvadrat. Onda mən bunları çıxmalıyam. Bəli. Ştrixlənmiş hissə üçün bunları çıxıram. Çıxılsın B kvadrat bərabərdir 23'ə. Bu da belə eləyir. A minus B, A plus B bərabərdir 23'ə. Aha, bunu da almağın bir variantı var axı. 23 necə ədəddir? Sadə. 1 vur 23. A minus B 1'dirsə, A plus B də 23'dürsə, aydın məsələdə tərəf-tərəfə toplasam 2A bərabərdir 24'ə, A bərabərdir 12'yə. A 12'dirsə, B də 11'dir. Mənə nə istəyir? MNKD kvadratının perimetrini. B-ni 11 tapdımsa, 11'dirsə, perimetri də olacaq 4 vur 11, yəni 44. 44 olacaq. 49 nömrəli suala baxaq, görək 49'da nə deyilir. Bayram üçün hazırlanmış hədiyyə qutularının 5'də 2 hissəsi hər gün 40 qutu. Deyirəm ki, bir X dənə qutu var. Mən onun 5'də 2 hissəsini hər gün 40 qutudan hazırlamışam. 5'də 2 X-ını 40 qutudan. Deməli, mən nəyi tapmalıyam? Nə qədər zaman sərf eləmişəm? Yəni, gün olaraq. Gün olaraq nə qədər vaxt sərf eləmişəm? Bunun üçün mən 5'də 2 hissəsini 40 qutu paylamışamsa, 5'də 2 X-ı bölməliyəm 40'a. Bu da eləyir 2X böl 5 vur 40, 2X böl 200, X böl 100. Bu oldu mənim zamanım. Onda 5'də 3X qalıb, 5'də 3X qalıbsa, bunu da 50 qutudan paylamışamsa, 5'də 3X böləcəm nəyə? 5'də 3X böləcəm 50'yə. Bu da eləyəcək 3X böl 5 vur 50, yəni 3X böl 250. Aha, ümumi paylamaqla 44 günə bitirilməlidir. Başa düşdüm. Deməli, mən X böl 100 üzərinə gəlinsin, 3X bölünsün, 250'ni 44'ə bərabər eləyəcəm. Elə bil ayrı-ayrı zamanları tapdım T1, T2. Bunları toplayıb 44'ə bərabər eləyəcəm. Lap yaxşı. Ortaq məxrəc tapımı üçün biz görək ortaq məxrəcdə nə deyilir. Gəlin baxaq. Deməli, bunlar üçün ortaq məxrəc nə olacaq? 500. 5'ə vuracam, 5'ə vuracam. Olacaq belə. 500'də 5x üstə gəl. 2'yə vuraram, 2'yə vuraram. 6x bərabərdir 44'ə. 11x böl 500 bərabərdir 44'ə. X də bərabərdir 44 vurulsun 500 bölünsün 11'ə. X də bərabərdir 1, burada da 4. 2000. Cavab 2000. 2000 qutu. Bu da belə. Keçək növbətiyə. 50 nömrəli sual. 50'də nə deyilir? 50'də deyilir ki, ABCD bir rombdur. ABCD bir rombdur. A, B, C, D. Bir rombdur. Buradan bura bir SM çəkilib. Bir SM çəkilib, lap yaxşı. Buradan da bura bir MN çəkilib. MN çəkilib, bu da bura perpendikulyardır. Bunu qeyd eləməliyik. Mənə deyir ki, AM MB-yə bərabərdir.
AN 2-dir. Bura 2-dir. ND 6-dır. Deməli, ümumən 8-dir. 8, 8. Bu da bərabərdirsə 4, 4 olaraq böləcək. Lap yaxşı. CM parçasının uzunluğunu tapın. Gəlin belə eləyək. Burada bir düzbucaqlı, üçbucaq görürəm. İlk bildiyim şeyləri qeyd edeyim. Bura bir 2 kök 3 yazıram. Onda məlum olur ki, bura 60 dərəcədir. Aha, bura 60 dərəcədirsə, bura 120 dərəcədir. Okey, CM-i tapmaq üçün bir kosinuslar teoremi yaza bilərəm. Onda yazıram. CM bərabərdir MB-nin kvadratı üzərinə gəlinsin. BC-nin kvadratı çıxılsın. 2 vurulsun. MB vurulsun. BC vurulsun. Kosinus 120. Kosinus 120. Lap yaxşı. CM bərabərdir. M-ə baxdı. 4'ün kvadratı üzərinə gəl. 8'in kvadratı çıxılsın. 2 vurulsun. 4 vurulsun. 8. Kosinus 120'də olurdu. Mənfi 2'də 1. Mənfi 2'də 1. Bu ikilər də buradan getdi. CM bərabərdir. Bu nə eləyir? 16, 64. Üzərinə gəl. Mənfi mənfini vurub eləyir müsbət. Üzərinə gəl neçə? 4, 8, 32. Lap yaxşı. Onda olur belə. Onda olur belə. 64, 32, bu da 16. Nə qədər elədi? 64 üzərinə gəlinsin. 80, 80, bu da 32. 112. CM 112'dir. Daha doğrusu CM kvadratı olduğu için CM kökdə 112'dir. Kökdə 112. Ümid edirəm hər hansısa bir səhv eləmədim. Gəlin bir də baxaq. 2 vur 4 vur 8. 32. Hər hansısa bir səhv görmədim. Okey. 51'ə baxaq. Deyilir ki 2x plus 3 m'dən böyükdür. Bərabərdir. 2x minus 4 n'dən kiçik bərabərdir. Bərabərsizlər sisteminin yeganə həlli olarsa m çıx n fərqini tapın. Yeganə həll deyirsə gəl belə eləyək də. Burada sistem olduğu üçün kəsişmə olmalıdır. 2x böyükdür m çıx 3'dən. 2x kiçikdir m plus 4'dən. Aha, aydın məsələdir. Yeganə həldirsə uşaqlar, biri bundan böyükləri istəyir və ikisi də eyni ifadədir. 2x, 2x. Biri kiçikləri istəyir. Deməli, bunlar bir-birinə bərabər olmalıdır. M çıx 3 bərabər olmalıdır. N üstə gəl 4'ə. Məndən m-in fərqini istəyir. M çıx m bərabərdir. 4 üstə gəl 3, yəni 7. Yaxşı, sağ ol. 7. Keçək 51'dən sonraya. Görək nə deyilir. 52 nömrəli sual. Görək 52'də nə deyilir. 52. 52'də deyilir. Belə bir çevrə var. Belə bir çevrə var. Belə bir üçbucaq çəkilib. Buradan da bu buna toxunur. Toxundu. İndi də qəbul edək ki, toxundu. Buradan da bir Y çəkilib. Burada bir Y'dir. Burada bir A'dır, B'dir, D'dir, F'dir, C'dir. Bərabər tərəflidir. Lap yaxşı, bərabər tərəflidir. Üçü də bir-birinə bərabərdir. BY 4'dür, bura 4'dür, bura 5'dir. Onda ümumən burada 9'dur, burada 9'dur. Bərabər tərəfli daxil. Gəl belə eləyək. Mən burada bir toxunan bir kəsən görürəm. Bax bu toxunan xassəsi. Onda gəl deyək ki, bilmirəm. Bura bir x-dir. DB. Onda x-in kvadratı bərabər olacaq. BY, yəni 4, vurulsun ümumi, yəni 9'a. Bu da nə qədər eləyəcək? 36. Onda x-in özü 6'dır. Aydın məsələdə, aha, x-imiz 6'dırsa, məndən AD-ni istəyir. Ümumən 9'dursa, bura 3'dür. Cavab 3. Yaxşı sualdır. Sadə bir sualdır. Çox sadədir. 53. İndi deyəcəklər ki, hər şeyə sadə deyirsiniz. Abituriyentin gözü ilə baxın. Bilirəm, imtahan stresli sualında biraz şəkli falan çox
qorxulu görünür. Amma ümumən ikinci zona buraxılış səviyyəsindədir. Təxminən biraz ondan bəlkə çətin olar. Biraz çətin olar. Deyir funksiyasının qrafiki absis oxunu A və B, ordinat oxunu C-də kəsir. Aha. A 2, 0'dır. A'mız 2, 0'dır. B və C nöqtələrinin absislər cəmini tapın. Gəlin tapaq. O dəqiqə bildiyim bir şey vardı. Gətirib yerinə qoyuram. X-in yerinə 2, f(x)in yerinə 0. 2'nin kvadratı çıx. A plus 1 vur 2 plus A minus 4. Lap yaxşı. Onda belə olur. 0 bərabərdir 4 çıxılsın. 2A minus 2 plus A minus 4. Onda da belə olacaq. 4'lər getdi. 4'lər getdi. Bu elədi. Mənfi 0 bərabərdir A mənfi A minus 2. Uzun sözün qısası A-nı tapdım mənfi 2. A mənfi 2'dir. Gətirib qoyaq yerinə. Onda fx bərabərdir x kvadratı minus mənfi 2 plus 1x plus mənfi 2 minus 4. Onda fx bərabərdir x kvadratı. Bu nə elədi? Mənfi 1. Qabaqdakı yana da dəydi, oldu müsbət 1. Onu da x-a vursan x. Və minus 6. Bərabərdir 0. İndi deyir ki, A-da kəsirdə absis oxunu. Yəni, x-i kəsirdi. Yəni, bu onun köküdür də. Aydındırmı? Bu onun köküydü. Mənə də deyir ki, bir dənə də B-də kəsir. Aha. Və ordinatı C-də kəsir. Ordinatı kəsdiyi yer artıq məlum məsələdir. Y oxunu kəsdiyi yer sərbəst hədd idi. Funksiyanın sərbəst həddi. Onda C-miz mənfi 6'dır. Aha. B-ni tapmaqda absis oxunu kəsən digər nöqtədirsə, deməli köklərdən biridir də. Bunun köklərini tapmalıyam. Bir kökümüz 2 idi. A. 2, 0. B də onda aydın məsələdir. Viet teoremindən taparam da x1 ilə x2'nin hasili mənfi 6'dır. x1 ilə x2'nin cəmi mənfi 1'dir. Hansı ədədlərdir? x1'im olsun. 1'i olsun. Mənfi 3. x2'm də zaten var idi. Məndə 2. Aha. Deməli, köklərindən biri 2 idi. Onu vermişdilər mənə. İkincini də mən tapdım. Mənfi 3. Lap yaxşı. Olsun mənfi 3. Bitdi, getdi. Heç nə. B də onda mənfi 3'dür. Məndən də bunların absisləri cəmini istəyir. Mənfi 6 ilə mənfi 3'ü. Toplayanda mənfi 9. Maraqlıdır. Yaxşı sualdır. Yaxşı sualdır. 54. Keçək 54'ə. Görək 54'də nə deyilir? A-nı verib mənə mənfi 1, 4. B-ni verib mənə 2, 3. C-ni verib mənə 5, mənfi 6. Mənə deyir ki, AB vektoru və AC vektorunun skalyar hasilini tapın. Gəlin AB-ni tapaq. AB-ni tapmaq üçün nə etməliydim? Sondan başlanğıcı çıxırdım. 2 minus mənfi 1. 3'dən də 4'ü çıxırdım. Alırdım ki, olurdu belə. AB bərabərdir 3 mənfi 1. AB bərabərdir 3 mənfi 1 vektorudur. AC-ni də tapaq. Gəlin AC vektorunu da tapaq. 5'dən çıxmalıydım mənfi 1'i. Mənfi 6'dan da çıxmalıydım 4'ü. Yəni oldu 6. Nə? 6 ilə mənfi 10. Lap yaxşı. Bu da belə. AC-ni də tapdım. 6 mənfi 10. Məndən verilən vektorların skalyar hasilini istəyir. Lap yaxşı. Məndən skalyar hasili istəyirsə 3'ü vurmalıydım 6'ya. 3 vur 6. Üzərinə gəlsin. Mənfi 1'i də vurmalıydım mənfi 10'a. 18 üzərinə gəl 10 da. 28. Skalyar hasili 28. Səhv eləməmişik yəqin ki. 54. 54'dən sonra keçək 55. Sonuncu sualımız.
Bütün hədləri müsbət hədlər olan ədədi silsilənin ilk 3 ardıcıl həddi. X bərabərdir x kvadrat minus 1, 3x plus 4. Olarsa silsilə fərqini tapın. Ümumiyyətlə sizə ardıcıl hədlər verildi, nə edirsiniz? Ədədi silsilənin qaydası var idi. A3 məsələn A1 ilə A4-ün cəminin A3 məsələn A2 ilə A4-ün cəminin yarısı idi. Bunu tətbiq edin. Ortadakı, yəni x kvadrat minus 1 bunların cəminin yarısıdır. X üzərində 3x plus 4-ün yarısıdır. Topluda bu tip sual var. X kvadrat minus 1 bərabərdir 4x plus 4 bölü 2. X kvadrat minus 1 bərabərdir 2x plus 2. X kvadrat çıx 2x çıx 1 çıx 2 bərabərdir 0. X kvadrat çıx 2x çıx 3 bərabərdir 0. Və alınır nə? Və alınır nə? Kökləri tapacam da məndən silsilə fərqini istəyir. X-i istəyir. Gəl belə eləyək. X1 vur X2 nədir? X1 vur X2 nədir? Mənfi 3-dür. X1 ilə X2-nin cəmi nədir? Müsbət 2-dir. Müsbət 2-dir. Hansı ədədlərdir? 3 ilə mənfi 1. Köklər 3 ilə mənfi 1-dir. Mənə deyir ki, hədləri müsbətdir. Müsbət olduğu üçün bunun mənfisini tullayacam. Deməli, birincimiz 3-dür. X, ikinci 3-ün kvadratı çıx 1, 8-dir. Onda digəri də aydın məsələdir ki, neçədir? 13-dür. Silsilə fərqi də 8 çıx 3, yəni 5-dir. Cavab 5. Bu da bu qədər.